şərəfsiz, hər əlilə. Şərəfsiz sənin önündəkilərdir. Mənim evimdəkinin başının papaqı Deyirəm Allah kilsisən. məsləhət biləcəm, sən nə deyirsən? Hər sən dedim ki, sənin delivi kəsərlər. Sən hər əlilə onu... Gör nə deyirəm, mən istəyir başımı kəssinlər, mən sözün düzünü deyirəmsə, mənə fərq eləmir. Sən qələt eləyirsən. Qələti deyirəm, sənin önündəkilərdir. Birincisi salamlayıram Seymur ata Başdan səni. fara. Hər əlilə bunu şamil eləyir, ha. Bu boyuna Allah elə məsləhət bilir, elə yanar. Sakit dur. Mən Dandırma, ha. Seymur ata Toprak sən deyirəm önündəkilərdir. Seymur ata. Evimdəkini küçüksin səni. Ayıbdır. Şərəfsiz. Şərəfsiz deyirəm önündəkilərdir. Şahid atasının canlısında bunu komedyanı çıxartmayın, ayıbdır. Aynen ben onlardan deyirəm da. Baba sənin əlin yaxın yerindədirmi? Bizə də elə olur. Mənim ayağım Allah'ın izni olmadan. yerindədir. Amma sən Bırak, Bizə də xahiş edirəm. Allah'ın izni olmadan. Allah'ın izni olmadan. Xahiş edirəm. Qoy danışaq. Allah'ın izni olmadan bir yarpaq belə təxminə bilməz. Ay bir dəqiqə dayan. olmaz ya. Xahiş edirəm. Azından Azərbaycan Hoş qadını geldin. de, ay yetimdir, nədir adım? Siz o sözü deməməlisiniz. Azərbaycan qadını Sənə kim bizlə nə xahiş danışır, olmam. Xahiş olmam. Xahiş edirəm. Ayıbdır bu. Ata bu yetim sən at aşağı elə bilib yetim qalıb. Biraz səbirli ol. Mən yetim deyəm, mənim Allahım var. Allah olan yerdə də yetim Yox, yoxdur. xahiş edirəm. Xahiş edirəm. Cənab polkovnik, xoş gəldiniz. Sabahın xeyir olsun. Bir dənə xahiş edirəm, səsinizi bağlayın. İndi qulaq as mənə. İndi qulaq as mənə yetimsə. Mənim bacım məndən 1 yaş balacadır. Düz 40'lı vaxtından əli. Ayşığı ehtiyac deyil. Ayşığı üzrsə bir dəqiqə dayanın. Bir də səslərim Ayşığı sən kiməsə ehtiyac deyil ki, kiməsə sən raport verəsən, aydınlıq Açıqlama vermə xanım. Nə şəxsi? Ay qardaş, raportdan getmiri deyir ki, hər bir Bildim, başa düşdüm, bir dəqiqə dinləyin də məni. Gəlmir palojnası da at, sənin Bir dilini dəqiqə dinləyin. kəsərlər. Kimə pox yiyir mənim dilimi kəs, sözün düzün dərin dilini kəsirlərsə. Yetim olmadı Sən da qələt elərsən, olmadı. ha. Ben sana şans almak istemirdim. Deyirəm, qələt elərsən. istemirdim. Elime lazım değil. Sal aşağı. Qardaşım qutar. Biraz olan deyirəm, sözün düzündən aşağı salırlar. Sal aşağı mən söhbət Sözün düzün demişsən, sən özün burada reklama gəlmişsən. Elə sizin palojlandınız buradan yetim aşağı salır. Sən Sən palojdan burada reklama gəlibsən, özünü reklam eləyirsən. Bir dəqiqə, ağzım dayanın bir dəqiqə. Bir adamda bir danışanda qızımız düz deyir. Hər bir şeyi heç kəsə şamil eləmək olmaz. Düz. Hər hansı bir formada qızıq vermək olmaz. Mən səhərdən baxıram burada, Seymur atanı təhlənibdir. Birincisi, üzr istəyirəm, abala, hamınız kiçiksiniz məndən, Seymur ata da kiçidir. Sözüm onda deyil, sözüm ondadır ki, insanın etik norması, əxlaq kodeksi öz alnında yazılmalıdır, öz hərəkətində, danışığında olmalıdır. Bu nə hərəkətdir, bu nə danışıqdır, bunlar çıxırlar burada, söyüşlər deyirlər, Seymur ata humanistliyindən imkan verir, sala bilir. Bayandan atanı bir təhər eləyib ki, mən 5 saat deyirəm. Ayşığı bir dəqiqə zəhmət olmasa qulağa, sən danışdıqlarını düz hesab edirəm. Orada bir Fatı da gəlmişdi, dərsən kim idi, ona da baxdım, o da düz danışır. Yəni dediyim nədən ibarətdir? Belə bir layaqətsiz söhbətlər ehtiyac doyulmur. Əgər sən ümumilikdə danışmırsansa, Allah Teala sana ömür versin və onların hər birinin hər hansı bir formada yaradılışını Allaha şirk danışmayla, Allahın özü bilər ki, nə formada yaradıb. İkinci də hər kəsin evində yaralı da ola bilər, hər kəsin evində fiziki çaşmamazlıq da ola bilər, hər kəs doğulanda elə ağıldan da kəm ola bilər, əstağfurullah. Yəni bu nə deməkdir, şəkk eləməkdir, bunlar Allah bilir belə yaradır. Bir mənim yazığım gəlmir, palojnasıdır. Sən o şikəstin Mənim o kimdir ki? Ağzım eşitdim, xahiş edirəm ki, daha bu söhbətə qayıtmayın. Bura şəhid atasının efiridir. Mən sizləri sabahdan dinləyirəm və elə çıxan kimi də Seymur ata qaldırdı məni. Çox xoşuma gəlmədi Seymur ata. Bu yığıncaqda o adamların... Bircə dəqiqə, siz qadın yox, siz arvadların yiyəsi yoxdur, başı... Hə, yəqin Novruz, sən anon da sənin yön deyil də. Yəqin anon sənin budaq az süzün, dilinizi xırtdaya bizdən çıxardarlar. Ağzınızın danışığın bilin, hə. Mənim yiyəmdən biri çıxar sənin qabağına, səni deşik eləyər. Bala, ağıllı olun. Ayşığı, bir dəqiqə səbirli olun, qurban sizə. Nə olub sizə? Birincisi yenə deyirəm ki, burada səhvləri varsa, o səhvlər aydın məsələdir.
o səhvləri də hər hansı bir bayraq kimi götürüb demək lazımdır. Dedikcə də artır, uzanır. Və sən düzgünsən. Bax, indi başınıza dönərəm. Bir dənə o Novruz şərəfsinin altdakı yazdığı sözə baxın. O sözü demək o sözə görə adamın dili Hərə xırtdəyindən. öz evindən xəbər verir. Yox, sən... Elə. Şam çıxar getmişlər kimisə yanında, uğraş. Sen Murat'a İnsan sana ailə hər tərzə çatdırılmır. böyle kızları batırım geçsin de bu. Böyle olmazsa tuşak edey onda. Sildim sildim. Yıxşırın da. Nəsə Bir tane Sevirat da sağ ol, var ol, mən getdim tədbirini görəcəm. Sen Öbürü bana bilə mod qədər ver. düzgündə ya Layka, baxma, doçkat. olmaz. Ayıp diye valla utanır. Düşerler dolak edey. Geç olmasa burada ağsaqqalımız Ali Qata var idi. Bak görsən bu da aşıq elədi getdi o sözdən sonra. Şabir əmi, salam aleyküm, ay Şabir əmi. Nə var, nə yox Şabir əmi, nə tərsən? Valla bu yaraşmayan hərəkətdir. Elə hərə gəlsin orada ağzı boş-boş qoysun, nəsə yazsın. O səni alçatmaqdır, açığın bilmək istəsən. Bax, səni alçatmaq deməkdir. Ki, qıraqda da gedib deyirlər ki, şəhid atasının, komutan Arzunun, kapitanımızın atası, bankı partladan kişi, atası orada cəmaatı yığıb başına ağzına gələni danışırlar. Ki, qıraqda belə deyirlər. Ata, nəysə, mən çıxıram, burada mən günahkar oldum, sağ olun. Yox, abicim, yox. Çıxma, mənə hörmət istəyəcəksən. Elə bir şəxsiyyətli qadınlar var Elman. Mənəm deyən kişilərdən çox üstündür. Siz görsəniz idi o ay işığı günlər nə gözəl bir iş gördü. Onda da deməzdiniz o sözü. Kiminsə ədavəti varsa getsin qıraqda danışsın. Burada Bir də bax, bu canlı eşidir. Hamı da eşidir. Mən də yaşda da 52